Salam əziz izləyicilər. Sizin istəyinizlə 6-cı sinif dərsliyinin səhifə 61, 62, 63-cü səhifələri izah olunacaq. Belə ki, başlayaq birinci 61-ci səhifədən. Öncə qeyd edim ki, bu video izah abunəçilərin birinin istəyi ilə hazırlanmışdır. Sırf bu səhifənin izahını istəmişdir. Sırf abunəçimizin istəyi ilə hazırlanıb. Baxaq 61-ci səhifədən və artıq biz bu unitdən bilirik ki, nəqliyyat vasitələrindən, transport nəqliyyat vasitələrindən, yerüstü, yeraltı ümumi nəqliyyat vasitələrindən bizə şəkildən də aydındır. Belə ki, başlayaq 3-cü tapşırığımızdan. Səhifəmizin ilk tapşırığı Match the means of transport below with the people in the pictures. Bu şəkildən biz artıq diqqət edirik ki, şəklin hər bir 6 şəkil verilib və hər bir nəqliyyat vasitəsini uyğunlaşdırmalıyıq. Birinci hissə artıq verilib, bus, birinci hissə avtodayanacaq, ikinci motorbike, 3 boat, su kənarından artıq bilirik, qayıqdan söhbət gedir, 4 car, 5 buradakı cavablardan train, 6 bike. Bizim sualımızın hissələri. Biz ilk öncə bu səhifədə yazmaq da istəyirəm, sizin üçün daha rahat olsun deyə. Gəlin belə edək. Bizim artıq bir bus verilib, 2 motorbike, 2-nin üstünə qeyd eləyək, 3 boat, sizə aydın olsun, 4 car, 5 train və 6-cı şəkildən bizə məlumdur ki, bike. Və bike bilirik, velosiped, boat, qayıq, bus, avtobus, car, maşın, motorbike, motosiklet, train, qatar nəzərdə tutulmuşdur. 4-cü sualla, tapşırıqla davam edək. Complete the table with the means of transport from exercises 1-3. Then write 2 more words in each column. Use a dictionary to help you. 3 cərgədə land quru sahə deməkdir. Quru sahə ilə bağlı nəqliyyat vasitələrini yazacaq. Air hava, hava nəqliyyat vasitələrini, water su ilə bağlı nəqliyyat vasitələrini yazacaq. Və biz bunu yazarkən səhifə 60-da olan nəqliyyat vasitələrini nəzər salmalıyıq. Land quru sahəsinə biz car artıq verilib, bası əlavə edə bilərik. Avtobus, taksini əlavə edə bilərik. Daha sonra bizim əlavə etdiyimizlə taksi, underground, metro. Daha sonra bike əlavə edə bilərik. Velosiped yazıram ki, aydın olsun. Motorbike, scooter şəklində də davam edə bilərik. Air ilə bağlı airplane, təyyarə. Daha sonra səhifə 60-da qeyd olunduğu kimi airbus hava ilə bağlıdır. Water dedikdə boat, qayıq. Daha sonra ship, ferry bura daxildir. Bu belə. Keçək növbəti tapşırığımıza. 5-ci tapşırıqda complete the table with your own answers. Bu sualları öz şəxsi cavablarından yekunlaşdır, tamamla. Birinci, means of transport you see every week. Hər həftə gör means of transport nəqliyyat vasitəsi nəzərdə tutur. Sənin hər həftə istifadə etdiyin nəqliyyat vasitə. Hər həftə istifadə etdiyimiz bus qeyd edək və bu şəxsi cavablardan asılıdır. İkinci sualda how you get to school. Sən məktəbə necə gedirsən? Təbii ki, fikirdən asılıdır. Maşınla gedənlər, piyada gedənlər və yaxud avtobusla. How do you get to the supermarket? Supermarketə necə gedirsən? Bike verə bilərik, velosiped, ən sadə olsun. Favorite car color, sevimli avtomobil rəngin. Fikrə görə black yazaq, istədiyiniz rəngi yaza bilərsiniz, əziz şagirdlər. 5-də means of transport you like to use. İstifadə hansı növ nəqliyyat vasitəsini istifadəni sən sevirsən? Car yazaq. 6-cı alınan means of transport you never use.
heç vaxt istifadə eləmədi. Nəqliyyat vasitəsi bura təyyarəni qeyd edək. 5-ci tapşırığımızın cavabı və bu hissədə my classmates answers. Digər sinif yoldaşlarının cavabı qeyd olunmalıdır. 6-cı tapşırıqla davam edirik. Work in pairs, take turns to share your information from exercises 5. Write your classmates answers in the table. Cütlərlə bağlı iş formasıdır və tapşırıq 5-dən olan məlumatlardan istifadə edilməkdir və öz sinif yoldaşlarınla bunu davam etdirirsən. Bu belə. Keçirik növbəti səhifəmizə. Növbəti səhifəmizdən artıq səhifə 62. Reading mətindir. İlk öncə və suallara da diqqət yetirsək, tapşırıqlar bu səhifədə mətinlə bağlıdır. Bu mətni oxuyaq, tərcümə edək. Amazing travelers. Heyrətamiz səyahətlər. Who was nearly... Mən bu tərcümə etməmişdən öncə istəyirəm bu səhifənin də şəklini çəkim. Çünki bir-bir izahlar sizə rahat olsun. Aha, gedək izahımıza. Who was Nellie Bly? She was an American journalist. Nellie Bly kimdir? O, Amerikan jurnalisti idi. She traveled around the world in 72 days from the 1997 and 1918 and 90. O, Amerikan jurnalisti idi və dünya ətrafına 1889-1890-cı illər ərzində 72 gün ərzində dünya ətrafına səyahət etmişdir. What was the motivation for her journey? Onun səyahəti üçün motivasiya nə idi? Julie Verne's book Around the World in 80 Days. Julie Verne's burada müəllif adıdır. Julie Verne'sün Dünya ətrafında 80 gün kitabı məhz bu səyahət üçün motivasiya idi. Where did she grow? O harada böyümüşdür? She grew up in Pennsylvania. Her family was poor. Her father died when she was 6. O, Pennsylvania'da anadan böyümüşdür. Onun ailəsi kasıb idi. Onun atası 6 yaşı olanda onun atası vəfat etmişdir. How did she become a journalist? O necə jurnalist olmuşdur? When Bly was 18, she wrote a letter to a newspaper. Bly'ın 18 yaşı olanda o qəzetə məktub yazmışdı. The editor liked her letter and offered her a job. Redaktor onun məktubunu bəyənmiş və ona iş təklif etmişdir. Burada offer sözü təklif etmək, job sözü iş mənasındadır və artikulla işlənməyinə diqqət edək. In 1887, she started to work for a famous newspaper, The New York World. 1887-ci ildə o məşhur qəzetdə işləməyə başlayıb və qəzetin adı New York World idi. Bunu da nəzərinizdə saxlayaq. Daha sonra, when did she start her journey? O səyahətini nə vaxt başlamışdır? On 14 November 1889 at 9:40 a.m. 1889-cu il noyabrın 14-ü və AM səhər vaxtını bildirir. Ona 20 dəqiqə qalmış. Səyahəti başlamışdır. Bly left New Jersey on a ship to England, the first of many ships on her journey. Və Bly New Jersey-ni gəmi ilə tərk edib, lift tərk etməkdir. İngiltərəyə gedir və öz səyahəti ərzində çoxlu gəmilərdən ilk gəmi səyahəti ilə getmişdir. When did she arrive back? O geriyə nə vaxt qayıtmışdır? On 25 January 1890. 1890-cı il yanvarın 25-i qayıtmışdır. Her journey took 72 days, 6 hours, 11 minutes and 14 seconds. Onun səyahəti 72 gün, 6 saat, 12 dəqiqə və 14 saniyə davam etmişdir. It was a world record. Bu dünya rekordu idi. Sonuncu hissəyə diqqət edək. Did you know? Bilirsənmi? The New York World made a board game about her journey. New York World burada qəzetin adıdır. Biz artıq bildik və bu qəzet onun səyahəti haqqında bir oyun yaratmışdı.
She took only one suitcase. O ancaq özü ilə bir çamadan götürmüşdür. Səyahət zamanı götürmüşdür. Birinci tapşırıq. Look at the fact sheet. Write true or false. Mətnə baxırıq. True doğru və yanlış fikirləri də qeyd edirik. The fact sheet is a biographical. Bu deyir məlumat biografik, yəni həyatından bəhs edir. Ona görə true, düzgün fikirdir. Is organized into long paragraphs. Uzun paragraflardan təşkil olunmuşdur. Burada biz paragraflar çox xırda hissələrdə görürük. Ona görə false, çünki burada long deyil. Üçüncü cümlədə is organized into questions and answers. Sual və cavablardan təşkil olunmuşdur. Biz burada da görürük ki, sual və cavablarla izah olunur. Bu düzgün fikirdir. Has images, şəkillər var və təbii ki, biz burada şəkillər görmürük. False olacaqdır. İkinci tapşırıqla davam edirik. İkinci tapşırıqda read the fact sheet and listen. Then complete the sentences with the words below. There are 6 extra word. Bu hissəyə diqqət edək. Şərtdə bizə deyir ki, və təbii ki, 5.03 dinləməsinə qulaq asaq şagirdlər, eynən bu mətni səsləndirilir və bunu oxuyub dinləməyə də qulaq asdıqdan sonra buradakı gördüyümüz sözləri bu 6 cümlədə qeyd etməliyik və burada deyilən sözlərdən, qeyd olunan sözlərdən 6 söz ekstra artıqdır və bu 6 sözü də biz bilməliyik. Belə ki, davam edək. Birinci cümlə artıq verilib, ikinci cümlə. The motivation for her journey was a. Onun səyahəti üçün motivasiya nə idi? Biz bildik ki, birinci hissədə kitab Jules Verne'sin buku. Bu ikinci abzasda burada qeyd olunub və təbii ki, 2-də cavab buk olacaq. Biz bunu qeyd edək və bukun üstünə xətt çəkək artıq. Üçüncü cümlə. Her died when she was a child. O uşaq olanda kim ölmüşdü? Her father. Tərcümədə də qeyd etmişik. Atası. Bura father yazaq. Sizə izləyəndə aydın olsun. Dördüncü cümləmiz. She started to work for the New York World in. O New York World burada qəzet adıdır. Qəzetdə nə vaxt işləyib? Burada diqqət etsək, 1887-ci il qeyd olunur. 1887-ci ili biz tapırıq. Budur. Və yazırıq. 1887-ci il. 5-ci sualla davam edirik. To start her journey, Blythe traveled by to England. Səyahətinə başlayarkən o İngiltərə nə ilə səyahət edib? Ship, gəmi ilə və gəmi hissəsi də mətnin bu hissəsində qeyd olunub. Ship sözünü üstündən xətt çəkirik və burada by ship qeyd edirik. Növbəti axırıncı cümləmiz in the 19th century there was about her journey. 16-cı əsrdə onun səyahəti haqqında nə var idi? Onun səyahəti haqqında biz artıq bildik. Oyundan söhbət gedir. Board game. Bu board game sonuncu bu hissədə də qeyd olunmuşdur. Birinci hissəyə 6-cı cümləyə yazaq. Board game. Və biz qeyd etmişdik ki, 6 sözümüz extra word artıq qalacaq. Gəlin baxaq sözlərimiz hansılardır? Artıq qalan sözlərimiz newspaper, artıq qalan sözümüz England, train, mother, 1864 və film. Say etibarilə də 6 sözümüz gördük ki, həqiqətən də artıq olmuşdur. Digər tapşırıqla davam edirik. Read the fact sheet again. Match A, F with 1, 6. A, B, C hərflərlə verilmiş bu hissəni 1 ilə 6 verilən hissədə biz match uyğunlaşdırmalıyıq. Artıq 1864 verilib 4-cü cümləyə uyğundur. Gəlin 72-ni tapaq və mətndən biz artıq bilməliyik ki, 72 gün burada qələmin rəngini dəyişək, bizə aydın olsun. 72 gün burada biz artıq bilirik ki, dünya ətrafında səyahətdən danışır və 72-ci qeyd etsək, bir-bir cümlələrə baxaq. 5-ci cümlə. The number of the days nearly around the world journey. Dünya ətrafında səyahətin sayıdır. Neçə gün olub onun sayı və 72-ci
B variantı 5 qeyd edirik. 80 və biz mətndə 80-i burada mətni yaxınlaşdıraq. 80 days, 80 gün. Burada deyir ki, onun səyahətinin motivasiyası Julius Verne'nin kitabı idi. Hansı ki 80 günlük kitab. O kitabda və birinci cümlədə the number of the days around the Virgin Julius Workbook, bunu Julius Verne's bu kitabının 80 səhifələrinin sayıdır. Bu birə. Noyabrın 14-ü 1889-cu il mətndən tapaq. 1880 burada 1880 artıq o start başlayıb səyahətinə. Gəlin burada uyğunlaşdıraq. Onun səyahətinə başladığı 6-cı cümlə start her journey. Bunu 6-ya qeyd edirik. Yanvarın 25-i 1890-cı il biz mətndən tapaq, bizə daha aydın olsun. O artıq geriyə qayıtmışdır. Bu hissədə bizə aydındır və keçək cümləmizdə tapaq. Geriyə qayıtdığını qeyd edən 3-cü cümlə finished her journey. 3-ə qeyd edirik və yerdə qalan F variantında biri də qeyd etsək, baxaq bizim əlimizdə variantlardan nə qalmışdır. Her journey. İkinci cümlə the number of suitcase Neil took journey. Öz səyahətində burada qeyd olunmuşdu one suitcase. Bir çamadan götürmüşdü. Bir çamadan da variant olaraq F-ə uyğundur. İkinci cümləyə belə deyək. Uyğundur. Bu bizim tapşırığımız və növbəti səhifə ilə davam edirik. Language in context. Biz burada past simple of regular and irregular verbs, question and answers. Bu hissədə biz artıq ekran yaz edək. Past simple biz bilirik ki, keçmiş sadə zamandır və past simple qaydasına nəzər salaq. Past simple qaydalı və qaydasız feillərə ayrılır. Keçmiş sadə zamandır. Burada qeyd edək, keçmiş sadə zaman. Və keçmiş sadə zaman qaydası feillərimiz iki yerə ayrılır. Qaydalı feillər, qaydasız feillər və qaydasız feillər dedikdə biz artıq səhifəni qeyd edəcəm. Kitabın arxasından qaydasız feillərin səhifə 119-cu səhifədədir kitabda. Əziz şagirdlər, 119-cu səhifədəki qaydasız feilləri əzbərləməkdir yolu. Qaydalı feillər isə id şəkilçisi ilə düzəlir. Keçmiş sadə zamanın köməkçi feili diddir. Sual və inkar cümləsində diddən istifadə olunur. Didin heç bir hərfi mənası, tərcüməsi yoxdur Azərbaycan dilində. Sadəcə funksiyası sual və inkarı yaratmaqdır. Gəlin bunlara qeyd edək. Birinci və burada sual verilib. Bu sualların cavabından artıq biz tapmalıyıq. In Pennsylvania. Pensilvaniyada və ya hara sualı verilib və yadda saxlayaq ki, əziz şagirdlər, bu sual sözləri və ya, how, when bunlardan sonra birbaşa köməkçi feil gəlir. Və keçmiş zamanda olduğu üçün bizim köməkçi feilimiz did. Bunlardan sonra mütləq did yazılmalıdır. Və ya did she grow up? O harada böyümüşdür? Cavabı və digər cavaba diqqət edirik. She wrote a letter to a newspaper. O qəzetə məktub yazmışdır və sualda bildirilir ki, o necə jurnalist olmuşdur. Yenə how-dan sonra biz didi yazmalıyıq, yadda saxlayaq. She become a journalist. Sonuncu cavabda artıq bizə tarix verilib. 1889 noyabrın 14-dür və biz when verəcəyik. Yenə dediyim kimi did olmalıdır. Birinci, when did she start her journey? O səyahətinə nə vaxt başlamışdır? İkinci tapşırıqla davam edirik. Yes, no question in your notebook. Və bu verilən mötərizədəki feillərlə biz cümləmizi qurmalıyıq. Yenə sual cümləsidir. Nəzərdə saxlayaq ki, bizim ilk sözümüz did olacaq bütün cümlələrdə. Və bu feilləri mübtədadan sonra, yəni ikinci boşluğa biz feilləri yazırıq. Belə deyək,
Did Sanan watch the film with you? Did the student read the Nearly Bly's biography? Did Nearly Bly travel to Brazil? Və sual cümləsinin quruluşunu burada qeyd etmək istəyirəm. Əziz şagirdlər, sual sözlərindən sonra köməkçi fe'l, cümlə sual cümləsində və köməkçi fe'l biz dedikdə didi nəzərdə tuturuq keçmiş zaman, üstəgəl mübtada, xəbər bu quruluş əsas olmalıdır və bunlardan sonra digər cümlə üzvləri gəlməlidir. Əsas diqqət edəcəyimiz şey köməkçi fe'ldən sonra mübtada və xəbərin gəlməsidir. Və istək olarsa növbəti videolarımızda 6-cı sinfi əhatə edən bütün qaydaları izah edə bilərik. 3-cü tapşırıqla davam edirik. 3-cü tapşırıqda look at the list of the things və sağ tərəfdə deyilir ki, verilən əşyalara diqqət edək, baxaq. Took on her journey and make question. Və bu əşyalara baxıb bu sualları biz qurmalıyıq. Birinci sual eynən dediyim kimi did keçib əvvələ. İkinci suala diqqət edirik. How many hats? Burada how many hats bizim mübtədamız. How many hats have in her suitcase? Onun çamadanında nə qədər şlyapa var və biz burada 2 şlyapanı görürük. She had two hats in her suitcase cavab olaraq. Üçüncü sualda biz köməkçi fe'l olaraq did yazmalıyıq. Did she put slippers in her suitcase? Yəni cümlə olduğu kimi qalacaq. Sadəcə did yazırıq əvvəldə. Çamadanına başmaqları qoyubmu? Bəli, biz burada yes, she did görürük şəkildən. Dördüncü sualda biz yenə qeyd etdiyimiz kimi what'dan sonra did yazırıq. Sual cümləsidir. What did she use to carry water? Və sual cümləsi olduğu kimi qalır. Sadəcə what'dan sonra she-ni yazıb olduğu kimi ardıcıllığı saxlayırıq. Burada da qeyd etdiyim kimi köməkçi fe'ldən sonra mübtada xəbər olmalıdır. O su daşımaq üçün nədən istifadə edib? A flask and a cup. Burada qeyd olunub cavabda. How she və burada how'dan sonra biz yenə did yazmalıyıq. How did she write during her journey? O səyahəti ərzində necə yazmışdır? Və burada da şəkildə qeyd olunmuşdur. Paper, pen and ink. Sadəcə çətin deyil əziz şagirdlər. Sual sözlərində, yəni what'dan, how'dan sonra biz didi yazdıq və bunlar yoxdursa, sual cümlə, sual işarəsi varsa biz didi əvvələ keçirdirik. Çox sadə quruluşdur. Dördüncü tapşırıqla baxırıq. Dördüncü tapşırıqda look at the example, nümunəyə bax və 1-dən 5-ə kimi olan sualları cavablandır. Biz artıq onları cavablandırdıq. Yəni bu 3-cü tapşırıqdakı sualları nəzərdə tutur. Suallara, şəkillərə uyğun cavabımızı verdik. Az öncə izah etdim. 5-ci tapşırıqda work in pairs, qruplarla işdir. Ask and answer the question about a real or imaginary journey. Real və təxəyyül olunan səyahət haqqında öz suallarını ver və suallar biz bilirik ki, V-dən sonra artıq keçmiş zamanda did olacaq. Where did you go artıq burada qeyd olunub. Sən haraya gedirsən? How'dan sonra did qeyd etməliyik. How did you get there? Sən ora necə getmisən? What did you see? Burada did qeyd edirik. Sən orada nəyi görmüsən? What did you take? Yəni what'dan sonra didi yazırıq. Sən nə götürmüsən kimi şəklində suallar və qruplarla olan işdir. Bu qədər əziz şagirdlər. Videonu bəyənməyi, abunə olmağı unutmayın. Sağ olun.